Xeybər döyüşü məlumdur və Xeybər döyüşündən bir gün əvvəl Peyğəmbərimiz buyurur ki, sallallahu aleyhi və səlləm, sabah bayrağı elə bir kimsəyə verəcəm ki, o Allah və Rasulunu sevir, Allah və Rasul da onu sevir və hər kəs arzulayır ki, həmin şəxs o olsun. Lakin hələ Peyğəmbərimiz demir o kimdir və səhərsi gün fəzilətli səhabə Əli radiyallahu anhu, Əli bin Əbi Talibi axtarır, hardadır? Deyirlər ki, gözü ağrıyır və sonra Peyğəmbərimiz onu məlum olduğu qaydada müalicə eləyir və sonra isə Peyğəmbərimiz ona ilk sözü nə olur? Abdurrahim müəllim, bizə lazım olan, yəni hədisin əsas bu hissəsidir. Yəni ki, Peyğəmbərimiz təsəvvür edin, artıq səhər gəlib, döyüşə az qalıb, səhər vaxtı çatıbdır və hər kəs bilir ki, Peyğəmbər yəni İslam bayrağını İmam Əliyə verəcək, radiyallahu anhuya verəcək və təbii ki, bu ona nəsib olur. Sözümün canı isə əsas qəsd elədiyim hissə söhbətin bu hissəsidir. Deməli, Əli radiyallahu anhuya nə deyir Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem? Deyir ki, unfuz alə rislikə həttə tənzilə ilə sahətihim. Deyir ki, onların meydanına enincəyə qədər sabit dayan, möhkəm dayan. Sonra isə nə deyir? İlk söz olur ki, thumma du'uhum iləl-islam. Sonra onları İslama dəvət elə. Fikir ver. Az sonra döyüş başlayacaq. Qarşıda olan düşmən Yahudilərdir. Yəni Mədinədə olan, hansı ki xəyanət eləmişdilər, müsəlmanlara xəyanət eləmişdilər, Allah elçisinə. Düşmən məlumdur və az sonra döyüş başlayacaq, döyüş qızışacaq və Peyğəmbərimiz ona taktiki gedişlər demir. Buradan gir, oradan öldür, buradan vur, onu öldür, bunu öldür demir. Nə deyir? Sonra onları İslama dəvət elə. Yəni, buradan İslamın mesajı var ki, hətta döyüşdə, cihadda məqsəd Allaha dəvət eləməkdir. Öldürmək yox, Allaha dəvət eləməkdir. Və bu mesajı ikinci qeyd elədiyimiz bu hədis bizə verir. Bu da çox mühüm hədislərdən biridir ki, bizi radikallıqdan çəkindirir. Yəni, bizə öyrədir ki, döyüşdən məqsəd insanları öldürmək, qan axıtmaq deyil, genosid deyil.